Hazır olmuşdur qanunlar. Bitirmişdik, almışlarla beraber təzim edilmişdik. Beraber sürətlər hərəkətdə sürət neyədir? Beraber dəyişir. Beraber təzim hərəkətdə necə olur? Təzim beraber olacaq. Sürət neyəcək? Sürət dəyişir. Dəyişir, bəli. Beraber təzim var. Beraber sürətli hərəkətdə sürət dəyişmir, beraber qalır. Beraber təzimli hərəkətdə isə sürət dəyişir. Deməli, beraber təzimli hərəkətə başqa adla nə deyə bilərik? Başqa adla nə deyə bilərik? Necə hərəkət deyə bilərik? Dəyişən sürətli hərəkət. Yəni, beraber təzimli hərəkət, həm də dəyişən sürətli hərəkət. Yaxşı, beraber təzimli hərəkətdə nə dəyişmədir? Beraber təzimli hərəkətdə nə dəyişmədir? Təzimli. Bax, beraber sürətli hərəkətdə sürət dəyişməyəcək, çünki beraber qalır. Beraber təzimli hərəkətdə nə dəyişməyəcək? Təzim dəyişməyəcək. Yəni, A beraber nəyə? Konstant. Təzim vektorial kəmiyyətdir. Vektorial kəmiyyətdir. Hansı cihazla ölçülür təzim? Yox. Təzim hansı cihazla ölçülür? Akselerometr adlanan cihazla ölçülür. Ola bilər ki, bəzi test suallarında soruşsunlar ki, təzim nə ilə ölçülür? Akselerometrin adı olmasın orada. Məsələn deyirəm, qüvvədə biz keçmişik ki, təzim, qüvvə ilə düz, kütlənin tərs mütənasibəsidir. Düzdür? Fikir verin, qüvvə nə ilə ölçülür? Qüvvə nə ilə ölçülür? Təzim. Qüvvə. Qüvvə dinamometrlə ölçülür. Kütlə nə ilə ölçülür? Tərəzi. Deməli, dolayı yolla təzim nə ilə ölçülmüş olur? Həm tərəzi ilə, həm də dinamometrlə. Yəni, variantlarda bu kimi cavablar çıxa bilər qarşınıza. Yəni, akselerometrlə ölçülür yazılır, amma illa ki, akselerometr olmaya bilər cavablarda. Ola bilər ki, həm dinamometr olsun, həm də nə olsun? Tərəzi olsun. Yaxşı? Yaxşı. Bəs yaxşı. Sürət dəyişir də burada. Dedik, dəyişən sürətlə hərəkətə baxırıq da. Təzim nədir? Təzim sabit qalır. Amma təzim ümumi olaraq nə demək? Təzim ümumiyyətlə, mən həmişə çalışdığım necə deyirəm? Deyirəm, təzimi sürətlənmə kimi, sürətlə əlaqəli bir kəmiyyət kimi görürəm. Sürətlənmə varsa, sürətin artıq azalması varsa, deməli, orada nədən danışacaq? Təzim, fikrin burada olsun. Yaxşı, sürətlənmə varsa, nədən danışacaq? Təzimdən danışacaq. Yaxşı, təzim nədir bəs? Təzimdən necə tərif edə bilərik? Təzim, cismin, bəli, vahid zamanda cismin sürətinin dəyişməsinə bərabər olan kəmiyyətə nə deyəcək? Təzim deyəcək. V çıx, V sıfır, bölünsün T. Dəyişmə, ümumiyyətlə, dəyişmə nə idi? Əvvəlki və sonraki hal arasındakı fərqi biz dəyişmə deyirik. Adətən ingilis yazıları videoların altına before after deyə, əvvəl və sonra. Yəni, bunu da elə bir düşünə bilərsiniz. Əvvəlki və sonraki arasındakı fərqi biz dəyişmə deyəcəyik. V çıxılsın V sıfır. V hansı qiymətdir? V sıfır hansı qiymətdir? V son sürətdir və V sıfır isə başlanğıc qiymətdir. Yaxşı. V çıx V sıfır bir dənə kəmiyyət kimi adlanır. Yəni, işarə edərək qarşılar. Bəli, delta V bölünsün T-yə. Delta işarəsi nə olur? Nə anlama gəlir? Nə anlama gəlir? Son sürətlə. Bax, nə dedik? Sürətin nəyi dedik? Sürətin nəyi dedik? Sürətin dəyişməsi kimi, düzdür? Deməli, delta nə anlama gələcək? Dəyişmə anlama gələcək. Və bu delta işarəsi hansı kəmiyyətin qarşısında varsa, həmin kəmiyyətin dəyişməsi deməkdir. Məsəl üçün, delta T deyək. T periyoddur, düzdür? Delta işarəsi qarşısında varsa deməli, periyodun dəyişməsi. Periyodun dəyişməsini açanda, necə olur? Sondan başlanğıcını çıxıranda, yəni delta T çıxılsın T sıfıra bərabər. Adətən çoxlar çaşır,
Məsəl üçün, mənə deyir ki, deyir ki, periodun son, məsəl üçün, sürətin son qiyməti filan qədərdir, sürət dəyişməsi filan qədərdir. Götürüb onu sürətin yerinə qoyurlar və ya başlanğıc sürətin yerinə qoyurlar. Delta V tamam başqa bir şeydir, yəni sonla başlanğıcın arasındakı fərq deməkdir. Yəni delta işarəsi varsa, bu deməkdir. Burada məsələdə T-ni verilirsə, gətirib delta T-nin yerinə qoymaq lazım deyil. Çünki delta T başqa anlayışdır, T başqadır. Yaxşı, bir də baxırıq. Vahid zamanda sürət dəyişməsinə bərabər olan kəmiyyəti nədir? Təcildir. Onda belə deyək, təcil zamanlar necə asılır? Deyil ya, bəli, bu düzlük deyil, əslində o sabit deyil, asıl deyil anlamına gəlir. Bax, bu şəkildə. Təşdir. Bu təşdir. Dönəmlərdə demişdim bunu ki, bax, əgər belə bir xət görürsənsə, bax, təcilin üstündə var, həcm. Bilib sürətlə bir məxrəzdə. Hə, burada sürətlə məxrəzdə yox. Zamanla ümumiyyətlə tərs anlayış yoxdur. Zaman niyə tərs anlayış yoxdur deyim. Tamam, mən sənə razıyam, bir sürətlə bir məxrəzdə tərsəsi olmalıdır. Məsələn, onda sənə deməyindən belə çıxır ki, təcil ardında zaman azalır. Zaman azalda bilərsən. Ona görə də buna aid deyil, buna uyğunluğu yoxdur, aidiyeti yoxdur onun. Aydındır. Yəni, təcil ümumiyyətlə zamanın asılı deyil. Zaman artdıqca təcil dəyişmir. Aydındır, bu nə deməkdir? Məsələ üçün deyirəm, maşın hərəkətə başlayır. Maşın sıfırdan başlayır hərəkətə, düzdür. Sürət artıq 20, 30, 40, burada 10 da əlavə edeyim. 10, 20, 30, 40 şəklində artır. Bu təcil nə qədərdir? Neçə artır? 10 artır. Yəni, bir saniyədə neçə artırsa, sürəti nə qədər dəyişirsə, bir saniyədə təcil o qədər sayılır. Məsələn, mən deyirəm ki, 3 saniyə sonra cismin sürəti məsələn 30 olur. Sıfırdan başladığını bilirsən də, sıfırdan da başladığını hardan bilə bilərsən? Məsələlərdə verirsə, məsələn, sizə verir ki, cisim sükunət vəziyyətindən hərəkətə başlayır. Deməli, başlanğıc sürəti necədir? Sıfır. Sıfırdan başlayır deməli. Cisim sükunət vəziyyətindən başlayanda başlanğıc sürəti nə olur? Sıfır olacaq, bəli. Deyir ki, cisim 3 saniyə sonra cismin sürəti 30 olur. Bu təcili nə qədərdir? Necə taparıq? Bəli. Niyə? Çünki sən 3 saniyə müddətinə tapdığında, bunu 1 saniyə tapmazsan. 1 saniyə 10, 20, 30 bu şəkildə. Təcil bu mənəyə gəlir. Hə, dəyişən təcilli hərəkət olurmu? Bəli, olur. Amma biz onu orta məktəb fizikasında öyrənmirik. Ali səviyyədə, ali məktəbdə öyrənirlər. Ona görə də biz orta məktəbdə sırf bərabər təcilli hərəkət öyrənirik. Yaxşı, buna qədər sual var. Vahid əvvəl çıxarıraq, vahidini çıxartmamışam. Deməli, vektoriyyə kəmiyyət oldu. Sürətin vahidi nə olacaq? Sürətin vahidi. Metr bölü saniyə. Metr bölü saniyə. Aşağıda da saniyə, zamanın vahidi. Saniyə. O da gedir saniyə. O da bərabərdir metr bölüsünün saniyənin. Deməli, təcilin vahidi nə oldu? Metr bölüsün saniyənin kvadratı olur. Bərabər təcilli hərəkətdə neçə növ var? 2 növ var. Bərabər təcilli hərəkətdə bəli, 2 növ var. Birinci, bərabər yeniləşən. İkinci, bərabər yavaş. Azərbaycan dili olmaq bilirsinizsə, burada ailəyə bilərsiniz. Yeyin hərəkət sürətli hərəkətə deyilir, yavaş hərəkət olmaq bildiyiniz yavaş hərəkət. Yeniləşən və yavaşanı necə təyin edirik? Yeniləşən və yavaşanı təyin edəndə ümumiyyətlə nəyə baxırıq biz? İndi olaraq verəcəm. Ümumiyyətlə, bərabər təcilli hərəkətdə bizim üçün lazımlı 2 dənə kəmiyyət var. Hansı vardır? Hansı vardır? Bəli. Bax, bərabər təcilli hərəkətdə 2 dənə kəmiyyət bizim üçün önəmlidir. Biri təcildir, biri də sürətdir. Yəni, təcil və sürət bizim üçün önəmli olan kəmiyyətlərdir və biz onların işarələrinə baxacağıq. Sürət və təcil. Yavaşan hərəkətli tərs asıllıq kimi də düşünə bilərsiniz. Biri müsbət olanda digəri mənfi olur. Yeniləşən hərəkətdə düz asıllıq kimi götürə bilərsiniz. Düz asıllıq kimi götürə bilərsiniz. Biri mənfi isə digərdə mənfi olacaq. Biri müsbətdirsə digərdə müsbət olacaq. Biri mənfi isə digəri müsbət olacaq. Biri müsbət isə digəri mənfi olacaq. Yavaşan hərəkətdə işarələr bir-birinə tərs, əks, bəli. Yeniləşən hərəkətlər
Yəni eyni. Bəli. İndi baxırsınız, məsələlərdə bu şəkildə verirlər sizə. Deyir ki, x oxu çəkib sizin üçün 0 nöqtəsi qeyd olunur. Yəni, icazə verəcəm sizə, rahat şəkildə yazarsınızlar. İşlədiyi yerdə verəcəm. Bu rahatsız. Cisim hərəkətə başlayır. Deyir ki, bax bu cisim x oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Bunu silirəm. İstiqamətləri təyin edir. Bir dənə o sözü deyim. Yəni, yeniləşən hərəkətdə eyni istiqamətdədir. Yavaşlayan hərəkətdə əks istiqamətdir. Yəni, burada əksi eyni görürsünüz. İndi siz mənə deyin, təzir və sürət hansı istiqamətdir? İkisidə müsbətə. O müsbətə harada tapırsınız? X oxu istiqaməti deyəndə nəyə nəzərdə tutur? Nə müsbətdir? Nə səbəb? Birinci, deməli, burada sizə açar kəlməli verir, açar sözü verir. X oxu istiqaməti deyil. İstiqaməti mən hansı kemiyyətlə təmin edirəm? V-ni. V-ni mən bildim ki, V müsbətdir, mənə bilir. Niyə bildim müsbətdir? Çünki X oxu istiqamətindədir. V müsbətdir. V müsbətdirsə və yeniləşən hərəkət deyilsə, avtomatik nə olacaq? X oxu istiqamətində. Yox. Müsbət olur. Bax, ikisi də X oxu istiqamətində anlayışı düzgün deyil. Sən istiqamətə baxırsansa, avtomatik tərzilə baxarsın. Üzrsən, sürətə baxarsın. İstiqaməti təyin edən sürətdir. Digər, yavaşlayan bir yeniləşən təyin edən işarəsinə görə tərzə olur. Yeniləşən deyil, yəni ikisi eyni bərabərdir. Bəli, onda əgər sürət müsbətdirsə, tərzilə müsbət olacaq. İstiqamət ikincisi isə, sürət müsbətdir deyə hara yönələcək? Sağa doğru yönələcək. Əgər sürət sağa doğru yönələcək, tərzi hara yönələcək, o da avtomatik şəkildə sağa doğru yönələcək. Buna aid suallar var. Yaxşı, deməlidir ki, yeniləşən hərəkətdə tərzi ilə sürət hər ikisi eyni istiqamətdə yönəlir, hər ikisi eyni işarəni alır. Yavaşan hərəkətdə isə tərzi ilə sürət əks istiqamətdə yönəlir və fərqli işarələr var, yəni əks işarələr var. Yaxşı. İndi gəldik asılıqlara. Biz buradan bax, bərabər təzyiqli hərəkətdə, bərabər sürətli hərəkətdə 3 dənə kəmətin düsturuna baxmışdır. Sürət, yer dəyişmə, bir də koordinat. Düzdür? Bərabər təzyiqli hərəkətdə də sürət, yer dəyişmə, bir də koordinatın düsturu var. Və bu düsturları fərqləndirmək üçün və bir-birinə qarışdırmamaq üçün bir dənə baxmalı olduğundan nədir? Düsturda təzyiq varsa, bərabər təzyiqli hərəkət. Düsturda təzyiq yoxdursa, bərabər sürətli hərəkət. Ola bilər ki, istisna kimi bir dənə düstur var, bir dənə iki dənə düstur var ki, orada təzyiq yoxdur. Orada təzyiq yoxdursa, baxırsan sürətin dəyişməsə, sürət dəyişirsə, deməli, orada təzyiqli hərəkət. Yox, sürət eyni qiymətini alırsa, yəni sürət eyni qiymət nə deməkdir? V0 varsa düsturun içərisində, o bərabər təzyiqli hərəkət. Çünki V0 varsa, deməli, sürət dəyişir də V son qiymətdir, V0 dəyişir. Yox, bir dənə V varsa, onlara bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkətin düsturları asandır, konkret quşların düsturudur. O düsturun əlavə düsturu yoxdur. Amma bərabər təzyiqli aid olan düsturlar fərqlidir. O da hamısı necədir? Bax, bu ifadədən A bərabər V çıxsın, V0 ifadəsinin, bölgüsü T ifadəsində sürəti tapaq. Birinci mən tapıram sizin üçün, sonra məsələ həllərdə siz özünüz taparsınız. V0 bölgüsü T, düzdür? Aha. Buradan mən sürəti tapmaq istəyirəm. Demişdim ki, məxrəcdə sizdə yoxdursa avtomatik bir var, yəni nəyə bir bölürsənsə, həmin kəmiyyətin, həmin özünüzə və tənasüblə çarpaz vurur. V çıx V0, buradan birə eləcəklə özü A. Mən burada nəyi tapmalıyam? V-ni tapmalıyam. V-ni saxlayan olduğu kimi digərinə göndərəm. V0 üstə gəlməsin A. Bu mənim nəyimin üstünüdür? Sürətliyin üstünüdür. Hansı hərəkətin sürətliyin üstünüdür? Bərabər təzyiqli hərəkətin sürətliyin üstünüdür. Hardan bilirəm bərabər təzyiqli hərəkətin? Təzyiq var. Təzyiq var və təzyiqlə də yanaşı V0 var. Sürət, iki dənə sürət var. Bəli. Başa düşürsən? Yaxşı. Bu bizə aid olur. İndi gəldik. Sürətimizi tapdıq. Yer dəyişmə nəyə bərabər edir? S nəyə bərabər edir? Bərabər sürətli hərəkətin nəyə bərabər edir? BT. Bərabər təzyiqli hərəkətin nəyə bərabər edir? V0T. V0T plus AT kvadratı bölü 2. AT kvadratı bölü 2.
Yaxşı, koordinatımızın düsturu bərabər tənzimli hərəkətlər. Üzr istəyirəm, bərabər sürətli hərəkətlər. Yox, bu bərabər sürətli hərəkəti soruşurdum mən sizə. Bərabər sürətli hərəkəti soruşurdum. Mən də keçmişdik. Bərabər sürətli hərəkətdə x bərabər x-in üstündə vt. Bərabər tənzimli hərəkətlər x bərabərdir. İndi mən sizə o hardan gəlir onu deyim sizə. Orada VT-ni istəyəcə bilərəm. Bəli, VT-ni onu biləcək. VT-ni S kimi yazılır. Buradakı S, yəni bərabər tənzimini öyrəndiyimə görə S-in yerinə bax həmin bu ifadəni yazılır. X bərabər x0 yazılır. Eyni gəldi. Burada bərabər sürətli hərəkətdə S nəyə bərabər edir? VT ilə, düzdür. Mən gətirdim, oradan yazdım ifadəni yerinə. Ondan da lazım, mən bərabər tənzimini öyrənirəm deyə, mənə lazımdır ki, bərabər tənzimli hərəkətdəki yerləşmənin düsturunu yazım. Ondan mən bu düsturu yazdım. Əlavəsinin yerinə V0 üstə gəlsin, artıq produktı bölünsün 2 kimi yazdım. Deməli, hansı hərəkətdən yerləşmənin düsturu? Hansı hərəkətdən yerləşmənin düsturu? Hansı hərəkətdən? Nəyə düsturu? Bu da koordinat. Yaxşı, nəyə düsturudur? Bərabər, hansı kəmiyyətin düsturudur? Nəyin düsturudur, yəni konkret? Bərabər tənzimli hərəkət V nədir? V nədir? Sürət. Deyirsən ki, bərabər tənzimli hərəkətin nəyin düsturudur? Sürətin düsturu. Bərabər sürətli hərəkətlə sürətin düsturu nə idi? V bərabərdir, S bölünsün T. İndi bir tane buralı hissələri yazın. Ondan sonra qrafiklər var, onları yazdıracaq sizə. Yaxşı. Qrafikləri 60 tane. Bir tane qrafiklərin üstündən gedək. Bir tane gedək üstündən. Siz o qrafikləri bilməsəniz, asıllıqlarını bir təyin bilməlisiniz. Şimdi məktəbdə funksiyalar ikisində qrafikləri öyrənmişsiniz. Keçməmisiniz? Hə, keçməmisiniz. Siz də keçimdə? Siz fizikada haqqasınız şeydə? Orada Newton qanunu. Newton qanunlarına söyləyirsiniz. Kimdən keçirsiniz? Matematikdə keçirsiniz, nə olar? Yoxdur sən matematikdə? Gəlin nəqlə telefonlarınız lazım. Qoyursuz, onun üstünə telefonlarınız. Şunu gəlin nəqlə, bir də var. Necə o telefonlarınız? Telefon edelim. Düzgün temas. Ümumiyyətlə, düzgün temas asılı funksiyası hansı idi? Düstur var idi, ifadəsi var idi. Kesin yazılmışdır. Sizə mi yazılmışdır?
əslində siz keçmişdim hamınıza. Hala açıb yazıb baxın da, açıb baxın yazdıqlarına. Mən heç olmaz. İlk bərabərdir, tarixisi. Bax, bir dənə fikir verin. Burada məsələn nə olduğunu başa düşəndən sonra rahat olacaq. İstənilən üstü üçün rahat olacaq. Mən koordinat sistemində y-lə x-in asıllığını təyin edirəm, düzdür? Y-lə x-in asıllığını təyin edəndə üçüncü kəmiyyət ki var, orada k kəmiyyəti. K kəmiyyəti ölçümə sabit qalmalıdır, yəni dəyişməməlidir. O dəyişsə mən bilməyəcəm hansı artır, hansı azalır. Tamam? Yəni hər ikisi deyək bu da dəyişsə, bunlar da artıq azalsa mən onu təyin edə bilmərəm. Yəni məntiqdən belə. İki kəmiyyətin arasındakı münasibəti təyin eləmək üçün mən halım qalırda dəşiksən bilmirəm, qoyurum. Təkrar var. Y-in x-dən asıllığı hər ikisi sürətli olduğuna görə necə asıl sayılır? Düz mütənasib. Düz mütənasib qrafikində çəkilir. Hardan başlayır? Koordinat başlanmasından başlayır, sıfırdan başlayır. İstəyirsiniz x-in də, y-in də, k-nın da yerinə qiymət qoyub bunu hesablayın. Bunu necə təyin edirlər düz mütənasib? Düz mütənasib odur ki, əgər y artırsa, x də artacaq. Yaxşı. Və yaxud da y azalırsa, x də azalacaq. Düz mütənasiblik budur. Və bu məsələlərdə də sizə məsələlər verir. Adətən çaşırsınız ki, v bərabərdir v0 + 6 deyiriz. V ilə t sürətdədir də. Tamam, sürətdədir, amma bunun qaydası var idi. V bərabərdir AT ifadəsi olsaydı, v ilə t-nin asıllığını təyin etsəydi, haqlısan da deyə bilərdin ki, v ilə t necə asılıdır? Necə asılıdır? Düz mütənasib. Bəs burada v ilə t necə asılıdır? O düz deyil, o bəlli məsələdir, düz asılı deyil. Amma yəni xətti asıllıqdır. İndi bu növbətində izah edəcəkdim olsa. Bu v ilə t burada xətti asılıqdır. Yəni əsas düstur formamız bu şəkildə olmalıdır. Hökmən düsturda 3 dənə kəmiyyət olacaq deyə bir şey yoxdur. Düsturda 4 dənə kəmiyyət ola bilər, 5 dənə kəmiyyət ola bilər. Amma bu sırf bu şəkildə olmalıdır. Məsəl üçün, f bərabərdir j vurulsun m1, m2, sən bunu bilərsən. R kvadratı. Nəyin üstünlüdür? Ümumdülə cəzələrdir. F nə? J, M1, M2 necə asılıdır? Düz asılıdır. Qısa konkret hardan bilə bilərsiniz bunu? Sürətdədirsə, mən F-i deyirəmsə ki, M1 ilə necə asılıdır? Baxırsan, F hardadır? F hardadır? M1 hardadır? Deməli, hər iki sürətdədirsə necə asılı sayılır? Düz asılı sayılır. Deyək ki, mən burada J-ni gətirirəm, yazıram burada. Əslində J-nin asılılıq deyə bir şey yoxdur. Bu sabitdir, sabit asılı ola bilmez. J ilə R necə asılı var? Niyə? İkisilər məxrəzdədir, aydındır. Amma bərabərlik məsələsinə baxırsınız. Bərabərlik sağ və sol tərəf məsələsi var burada. Onda mən M1 ilə M2-ni sorursam, M1 ilə M2 necə asılıdır? Asılıdır. Düz. Görən çaşırsan. Düz deyil axı. Hər iki sürətdə ona görə düz deyirsən. Bərabərliyin sağ və sol tərəfində olanda hər iki sürətdə və ya məxrəzdə olmalıdır. Əgər bu şəkildədirsə, necə asılı olacaq? Asılıdır. Necə asılı olacaq? Tərs asılı olacaq. Çünki yanındakı vurma, düzdür, M1 ilə M2-nin arasında vurma var. Keçənə digər tərəfə nə olur? Vurma nə olacaq? Bölmə olacaq. Yəni bu deməkdir ki, hal-hazırda M1-in yanındakı M2 sürətdədirsə, digər tərəfə keçəndə olacaq məxrəzdə. Onda nə olur? Biri sürətli, biri məxrəzdə olur. Necə asılı olur? Tərs asılı olur. Tamam. Düz asılılığı, ümid edirəm ki, mənasını tutur. Bu qrafikdə o deməkdir ki, y artdıqca x da artır. Y artdıqca x da artır. Y artır, x da artır. Yəni hər ikisi paralel şəkildə artırsa, artacaq. Azalırsa, azalacaq. Gəldik. Tərs mütənasiblik. Tərs mütənasiblik aslında. Y bərabərdir, k bölünsün x-ə. Biri sürətdə, biri məxrəzdədirsə, necə asılı sayılır? Tərs asılı sayılır. Əsl hara baxır? Bərabərliyə.
bərabərliyin sağ və sol tərəfində olmalı şəraitdə. Biri sürət, biri məxrəzdədirsə necə asılı olacaq? Tərs asılı. Tərs asılı nə demək ki, y artırsa x neynəməlidir? Y azalırsa x neynəməlidir? Artmalı. K neynəyəcək? Sabit olacaq, dəyişməyəcək. Bəli. Onun qrafikimiz necə olacaq? Y-nin x-dan asılı olacaq. Tərs asılı olacaq. Bax, fikir verin, y böyük qiymət alanda x neynəyəcək? Kiçik qiymət alacaq. Y kiçik qiymət alanda x neynəyəcək? Böyük qiymət alacaq. Yəni, qrafikdə bu şəkildə göstərir. Sonra, səbəbli olub yazarsınız. Gəldik. Xəttə asılı. Xəttə asılılıqla maraqlıdır. Xəttə asılılıq y bərabərdir kx üstə gəlsin b. Bax, yadda saxlayın, həmçə təki olan başladığı nöqtədir. Qrafikin üstündə hardan ki başlayıb, o nöqtəyə b nöqtəsi deyilir. Riyaziyyətdə fərqlidir, əslində olanlardır, fizikada fərqlidir. Bax, y bərabərdir kx üstə gəlsin b. Nəyinə münasib olan yazmışam mən burada? Y-dən x-in. K nədir burada yenə? Sabitdir. B nədir? B də hardan ki başlayır, hansı nöqtədən ki başlayır, həmin o nöqtədir. Məsələn, B burada müsbət olduğuna görə mən onu harada götürəcəm? Müsbətdə götürəcəm. Deyək ki, B y bərabərdir kx çıxılsın b olsaydı, b mənfidir, deməli mənfidən başlayacaqdı. K müsbət olduğuna görə yuxarı qalxacaq. Aydın oldu. Xəttə asılılıqla düz mütənasib asılılıq eynidir. Sadəcə fərqi nədir? Düz mütənasiblik sıfırdan başlayacaq. Xəttə asılılıqda isə müəyyən bir nöqtədən başlayacaq. Müsbəti mənfidə verdiyi düsturlar üçün təyin edəcəyik. Məsəl üçün, buna aid düsturlar var. V bərabərdir, V0 üstə gəlsin AT. X bərabərdir, X0 üstə gəlsin VT. Fikir verirsiniz bunlar. V oxunun üstündə V0 qeyd edirsiniz. V0 nədir? Başlanmaz. Bax, testlərdə müşahidə elədiyim odur ki, məsələn, V-nin T-dən asılılıq qrafiki verilib sizə. Deyirəm ki, məsələn, V0 harada qeyd edirsiniz? T-nin üstündə V0 qeyd edirsiniz. Yəni, T-nin üstündə, məsələn, deyirsən, bu plan yerdən başlanır. Belə bir anlayış, belə bir qrafik yoxdur. Əgər V verilibsə sənə, V0 da həmin V oxunun üstündə qeyd olunacaq. X verilibsə, X0 da həmin oxunun üstündə qeyd olunacaq. Sıfırdan başlamaz V0. Niyə sıfırdan başlayır? Niyə? Onda olmayan sıfırdan başlayır. Bəli. Əgər sənə bax, sıfırdan başlaması üçün mənim qaydam nədir? B bərabərdir AT, S bərabərdir VT. Yoxsa eyni düsturda, eyni formadadır. Onda B bərabərdir AT. Bu düsturda və bu düsturun arasındakı fərq nədir? Burada başlanmış qiymət var, orada yox. Aysal. Deməli, burada başlanğıc qiyməti yoxdursa, hardan başlayır? Deməli, sıfırdan Burada başlayır. isə hər hansı qiymətdən Tamam. Başlanğıc qiyməti yoxdursa, hardan başlayır? Sıfırdan. Yəni, sənə müəyyən bir qiymət verməyibsə, hökmət sıfırdan başlayır. Deməli, onda mən V-nin T-dən asılılıq qrafiki verirsə, görürsən burada? V0-ın işarəsinə baxacaq. Çünki V-nin üstündə V0-ı götürür. Aradan başladır, onun başladığı nöqtəni götürürlər. X0-ı X-in üstündə götürürlər. Tamam, aydındır. Sonra, aslı deyil. Aslı deyil, konstant. Yəni, burada ilk KX-i, ilk kablomuzu X olan yazım qanunu. Onlar aliyyəti yoxdur ona. Yəni, bunu aslı deyil qanunu. Məsələn, bu şəkildə çəkirəm. Bu şəkildə çəkirəm. Bax. Burada nə dəyişmir? Hansı kəmiyyət dəyişmir? Bax, birinci qrafikdən hansı kəmiyyət dəyişmir? Birinci Sürət. Bəli. hepsi. Bax, bu qrafikdən hansı kəmiyyət dəyişmir? Tərəf hansı dəyişmir? X olarak. Qrafikin özünə bax da, görürsən, o xarə gedəcək. Düz. Üfüq istiqamətdə gedir. X o hansı istiqamətdədir? O da üfüq istiqamətdədir. Yəni, paralel gedirsə, paralellik varsa, qiymət dəyişir, evrilməsində dəyişmir. Perpendikulyarlıq varsa, hansı oxa, hansı kəmiyyədə perpendikulyarlıqsa, həmin kəmiyyət nə edir? Değişmiyor. Değişmiyor. Orada değişmiyor.
Bunların kabili var. Y. Düsturlar gətirin. Yox, düsturu yoxdur bunun. Yəni bunun niyə düsturu yoxdur? Bax, bu düsturu ola bilər, burada ola bilər, buna dair ola bilər, bütün düsturlarda ola bilər. Ayrıca V bərabərdir S bölgüsü məsələsini burada biləkdir. V bərabərdir S bölgüsü T. Aslında tərs asıllığa aiddir, amma V dedim aslında deyil. Görürsünüz? Yəni bəzi belə qrafiklər var ki, aid deyil, ona görə yazılır. Bax, fikirdə deyildir. Asılı deyilsə, o deməsi dəyişmir. Dəyişmirsə, hansı oxu göndərsə, həmin oxu nə edəcək? Dəyişməyəcək. Bax, burada hansı oxu dəyişmir, hansı kimi? X oxu dəyişməyəcək. Aydın oldu. Bunu yazın. Senin var. Yazılsın. Yazılsın. Reaksiya yazılırsa, reaksiyanın tapılması. Sen mi sanıyorsan? Şimdi bir yazacaktım. Yazdın. Şahane yazdın. Birisi yazıyor. Format. Yazısı değil. Buran yazsan, siz de yazsan, zannediyorum sonra yazarsın. Bak, bir de başladığımız məqamlar bunlarda olur. Y bərabər kx kvadrat. Y-dən x-iniz asılıdır. Kvadratik asılıdır. Amma kvadrat olmayan necə asılıdır tutmuşdur? Düz ölçünü asılıdır. Deməli, burada y kx kvadratından düz kvadratik asılıdır. Amma biz onun grafikini elə çəkirik. Baxın, burada rəqəm qoysaq yerinə, rəqəmi qoyanda k sabitdir, düzdür. X-in yəni rəqəmi qoyuruq, y kəskin şəkildə artmağa başlayacaq. Yəni artacaq, biri var normal artsın, yavaş-yavaş artsın, 2-2, 4-4, 6-6, belə artsın. Bir də var kəskin şəkildə. 2 dəfə artır, sonra keçir 4 dəfə artır, sonra keçir 8 dəfə artır. Yəni kvadratik asıllıqda kəskin şəkildə artım var. Artım kəskin şəkildə olduğuna görə biz onun asıllığını da elə ona uyğun götürəcəyik. Yəni y-nin x-dən asıllığı bax bu şəkildə. Əslində görsən müəyyən bir yerə qədər düz mütənasib kimi gəlir.
Amma sonra başlayır y kəskin şəkildə artmağa. Niyə? Çünki kvadratik şəkildə artır. Deməli, y kx kvadratına necə asıl olur? Y bərabərdir 28 kvadratı. Y nəsə necə asılı sayılır? Kvadratik düz. Tamam. Hətta ki, başında kvadrat varsa, kub varsa, deyirsən ya kvadratik asılılıqdır, ya kubik asılılıqdır, ya kökaltı asılılıqdır, yəni kəmiyyətin üstündən nə varsa. Kəmiyyəti götürürsünüz, asılılığı da deyim sizə. Götürürsən düz asılılığı, yazırsan y1 bölünsün y2 bərabərdir. Deyirsən x1 bölünsün x2. Tamam, düz asılıdır, mən sizə razıyam. Amma bəs bunun kvadratını götürürsünüz ki. Kvadratı da götürmək lazımdır. Yəni x1-in kvadratı böl x2-nin kvadratı. Tamam. Yəni qarşıdakı asıllıq olan kəmiyyətdə nə varsa, kökaltı var, kvadrat var, kubik var, nə varsa hamısını götürüb yazırsan burada. Yəni asıllığı təyin edəndə yazırsan. Bu arada düz mütənasibliyi demişdim, verdiyimizsə, yəni hər iki indeksdə eyni rəqəmlər varsa, deməli bu düz mütənasiblik. Yəni sürətdədirsə eyni indeksli rəqəmlər, bu düz mütənasiblik. Tərs mütənasibliyi nə olacaq? y1 bölünsün y2 bərabər x2 bölünsün x1. Y-dən x-imizi asıllığa sayılır. Kökün altında olduğuna görə, asılı olduğu kəmiyyət kökün altında olduğuna görə necə asılı olacaq? Kökaltı asılı olacaq. Kökaltı asıllığı da elə əslində kökaltı şəklindədir. Kökaltı şəklindədir. Yəni, bu şəkildə. O da, görürsünüz, bu dəfə neyəcək? Azalacaq. Bizə yavaş-yavaş artır, sonra başlayıb azalmağa yavaş. Deməli, bu necə asılılıq sayılır? Düz kökaltı. Kökün altında x1 bölünsün, x2 şəklində yaza bilərik. Bir neçə dənə istisna var, onu da yazın. Yazın, bitirin bunu. Yazdım. İstisna hallar nasıl vardır? Məsəl üçün, y bərabərdir, k bölünsün x-i kvadratı. Y bərabərdir, k böl x kökün altında. Y-dən x necə asılır? Tərs necə? Kvadratik tərs. Kökaltı tərs. Kvadratik tərs, kökaltı tərs. Yaxşı. Onda mən y-nin x-də asıllığını necə seçərəm? Birincisində Aşağıdan da. Tərs belə olur. tərs belə olur. Başa düşmədim, qartımızı. Sıfırdan Aha. mafidən gəlir yuxarıya doğru. Onda Mafidən yuxarı. aşağıya doğru. Elə? Xeyr. Sıfırdan aşağıya doğru. Xeyr. Mənfi yoxdur, niyə sıfırdan olacaq? Xeyr. Bax, y-nin x kvadratının asılı istisna halı nədir deyimizsə. Hərdə də burada yazılır, y bərabərdir k bölünsün x. Y-nin istisnasılığı necədir? Tərs. Asıllığı necədir? Necədir? Tərs kökaltı. Y-nin x-dən asıllıq qrafiqi belə edir. Düzdür? Üçünün də asıllıq qrafiqi belədir. Bir artır, bir azalır. Üçünün də ilk qrafiki eynidir. Bax, bir də bunda hansı məqamlarda ki, çaşqanmaq olur, onu deyirəm də sizə. Yəni, tərs asıllıq deyəndə, tərs kvadrat, düz kvadrat daxilən fərqləyəmişdir. Haqlı olaraq deyirsiniz də, deyirsən, düz kökaltına fərqləyəmişdir. Amma tərsdə eynidir. Tərsdə heç birisinin fərqi yox. Y bərabərdir k bölü x-dən necədirsə, x kvadratında da elədir, kökaltı k bölü x-i də eynidir. Asıllıqlar necə olacaq? Y1 bölünsün y2 bərabər x2-nin kvadratı bölü x1-in kvadratı. Kökaltı da var. Evet, var. Yəni, bununla birincisini yazdım. Digərləri üçün siz yazın.
Proyeksiyalar deyil. Proyeksiya. Daha yazırsınız. Gözlük yazırsınız. Hansı kəmiyyətin x oxu üzrə, y oxu üzrə proyeksiyasını istəyirsə, həmin kəmiyyətin indeksinə gözlük də otarıqsa hansı kəmiyyətin indeksinə üzr istəyir, hansı kəmiyyətin proyeksiyasını istəyirsə sizdən x və y oxu üzrə proyeksiya istəyirsə sizdən həmin kəmiyyətin indeksinə x və y yazmaqla bunu həll edə bilərsiniz. Məsəl üçün deyirəm, biz keçmişik sürət. Sürətin x oxu üzrə proyeksiyası. Yazılan Vx. Vx tapmaqda necə edirəm? Sondan başlanğıcı çıxıram. Yəni x-dən çıxıram, x0. Sürətin y oxu üzrə proyeksiyası. Y çıxırsın, y0 olacaq. Sonra, məsəl üçün, qüvvə E fərqinə yaşayalım. Qüvvənin x oxu üzrə proyeksiyasını tapın. Fx bərabər x x0, Fx bərabər y çıxır x0. Yəni x çıxır x0, y çıxır y0, hamısında eynidir. Sıxır kəmiyyətlərin də fərqi ola bilər, onlara əlavə edə bilərsiniz. Bu bir. İkincisi, yaxların aslı deyil izah edəndə, aslı olmamalı izah edəndə dedim ki sizə, perpendikulyarlıq varsa neyini dəyişmir. Həmin kəmiyyət, məsələn, il oxudursa, il oxuna perpendikulyarlıq varsa, il oxunun proyeksiyası neynəyəcək? Dəyişməyəcək. Yəni, il oxunun proyeksiyası dəyişmirsə, yəni başlanğıc və son nöqtəsi eynidirsə, avtomatik deyirəm ki, məsələ üçün deyirəm, V-nin il oxu üzrə proyeksiyasının qiyməti neçədir? Niyə? Çünki perpendikulyarlıq var. Məsələn, x oxu üzrə proyeksiya necə olar? O da sıfır olar. Niyə? Çünki perpendikulyarlıq var. Hansı oxa perpendikulyarlıqsa, o oxun proyeksiyasının qiyməti sıfır olacaq. Yəni, danışdırmıyorsunuz var. Yəni, burada da sürətin x oxu üzrə proyeksiyasının qiyməti sıfır olacaq. Oxun nöqtə şəklində verilmiş hissəsi başlanğıc nöqtəsi, ox şəklində verilmiş hissəsi son nöqtəsi olar. Mən də belə bir sual verim sizə. İlk oxunun proyeksiyasının qiyməti müsbət olar, mənfi olar? Hardan bilirsiniz? Artır, bəli, sıfırdan yuxarı artır, ox istiqamətində gedir, ilk ox istiqamətində gedir deyə deməli neyəcək? İlk oxunun proyeksiyası müsbət olacaq. Yaxşı, bəs burada deyək, ox burada olsaydı, yəni nöqtə burada olsaydı, ox da burada olsaydı, x oxu üzrə proyeksiya müsbət olardı, müsbət olardı, mənfi olardı proyeksiya. Çünki x oxuna əksinə qiyməti, ona görə də deyərik ki, mənfi qiyməti. Hə, burada artıq fərqlidir. Burada başlanğıcı nöqtəyə nə dedim mən? Başlanğıcı nöqtə, x demədim, x0 dedim. x0 başlanğıcı nöqtədir. Son nöqtə nə olacaq? X olacaq. Bəs burada başlanğıc y nə olacaq? y0, burada isə y şəkildə olacaq. Yəni, vx bərabər x çıxılsın x0, vy bərabər y çıxılsın y0. Bunu məsələ şəklində verirlər bizə, həmin məsələlərdə eyni bu şəkildə həll edirik. Bunun sizə harada lazım olacaq? Ömrünün cazibə qanununda şarlı istiqamət, aşağı-yuxarı hərəkət edən cismin hərəkətin sürət tənqidlərini həll edəndə sizə lazım olacaq. Orada avtomatik bilməlisiniz ki, hansı oxa perpendikulyarlıq varsa, həmin oxun proyeksiyası nəyə bərabərdir? Sıfıra bərabərdir. X oxuna perpendikulyarlıq varsa, X oxunun proyeksiyası neyəcək? Sıfıra bərabərdir. Y oxuna perpendikulyarlıqsa, Y oxuna neyəcək? Sıfıra bərabərdir.
Yazdınız. Yaxşı, orta sürət nədir? Mən aeroorta keçmişik də. Aeroorta düzmür. Aeroorta nə edir? 30 saniyə verir. Orta sürət. Ümumi gedilən yolun ümumi zamana olan nisbəti ilə ölçülən kəmiyyətə orta sürət edir. Yəni, deyək ki, məsəl üçün, birinci saniyə 5 metr, ikinci saniyədə 10 metr yol gedir. Neyin edir? Saniyələri ayrı toplayırıq, gedilən yolları ayrı toplayırıq, hesablayırıq. Bu, rahat bir versiyasıdır. Onun yerinə yer dəyişmək yazıram. Yəni, yol və yer dəyişmək eyni şeydir, fərqli yoxdur burada. Yəni, eyni şeylə mənimdə üstü olaraq eyni şeylikdə yazıram. Amma ola bilər ki, məsələdə sənə bu şəkildə rahat verməsin. Məsələdə sənə desin ki, birinci saniyə filan qədər sürətlə gedir, ikinci saniyə filan qədər sürətlə gedir və yaxud da filan qədər yolu bu qədər sürətlə gedir. Yəni, belə deyim də sizə, əgər sənin məsələnin şərtində hansı kəmiyyət yoxdursa, avtomatik o kəmiyyətin yerinə digər düstur, alternativ düstur keçirsən. Hansı düsturdur? Məsələn, T özünü götürək, zaman düzdür. Zaman özü nəyə bərabər? T bərabərdir, S bölünsün nəyə? V-yə. Sənə məsələnin şərtində nə verir? Deyir ki, məsəl üçün deyirəm, 30 km saat sürətlə 30 km yol gedir, 50 km saat sürətlə 100 km yol gedir, misal deyirəm bunu. Nə verir sənə? Sürəti verib, bir də yolu verib də, zaman vermir ki sənə. Deməli, bu zamanı aradan çıxartmaq lazımdır. Nə edirsən? Yazırsan S1, üstəgəl S2, aşağıda yazırsan T1 üstəgəl T2-nin yerinə, T1 üstəgəl T2-nin yerinə, artıq S bölünsün B yazırsan. Burada yazırıq. Öz üstdən B1, burada B2. Bu şəkildə yazır. Yəni, əslində kitabda nə verirsən? Ümumi gedilən yolun və yaxud ümumi yerləşmənin zanımla nisbətini ölçülən kəmiyyətdir. Amma yadda saxlayın, qısa konkret yolunu dedim sizə. Məsələdə sən görürsənsə ki, sənə düsturun zamanın var, amma zaman verməyib. Nə verir sənə? 2 dənə sürət verir. 2 dənə yol verib, deməli avtomatik sən orada zamanı sıradan çıxartmalısan. Yəni, zamanı eləməlisən ki, düsturun içində olmasın. Yəni, zamanın yerinə gətirib burada S bölünsün, B-ni yaza bilərsən. Və yaxud da zaman var, sürət var, amma yol yoxdur. Yolun yerinə nə yazırsan? S bərabərdir, V bölünsün, T. Yəni, o zaman burada şərt dəyişəcək. Onda V1 T1 üstə gəlsin V2 T2 bölünsün V1 üstə gəlsin T2. Tamam. Yəni, bu düsturu gətirib bu şəkildə yaza bilərik. N-in saniyə gedilən yol. Avrosun 2N çıxılsın 1 bölünsün 2-yə üstə gəlsin V0. Bu tipdə misalları, məsələləri adətən verirlər. Dində də, qəbulda da, soruşanı deyirlər, başlanğıc sürəti 0 və sürət vəziyyətindən başlayır. Yəni, düstur əslində özü budur, amma başlanğıc sürəti 0 şəkildə verəndə mən burada V0 metrə bu düsturdan istifadə edir. Yəni, bu düstura fikir verin. Əslində, öyrənəndə bu şəkildə öyrənirsiniz, V0 unudursunuz, amma məsələlər şərtində həmişə verirlər. Sürət vəziyyətindən başlayan cismin hərəkətinin 5-ci sanı getdiyi yolu tapar. Nə edirsən? 5-ci sanı getdiyi yolu istəyirsən, S5 yazırsan, bərabər təcili verir və yaxud da verilirsə də təcillə olan variantlar olur cavablarda. N-in yerinə neçə qoyarsan? 5 qoyarsan. 10 çıxılsın 1 bölünsün 2, bizə 4,5. Bir də bunun artım şəklində fikir verir. 1 qoyanda necə olacaq? 1-i qoyursan 0,5, 2-ni qoyursan 1,5, 3-ü qoyursan
3 bu şəkildə arta gedir də, yəni artım şəkillərdə 1, 3, 5 şəkildə artır. Onlara fikir verin. Sonra gəldik. Bir başlayalım. Yəni, qrafiki oxu və asıllığı deyil. Qrafiki oxu və asıllığı deyil. Yəni, üstü oxu, asıllığı deyil. B var orada şey. Elə yox da. Cisim necə, hansı istiqamətdə necə hərəkət edir? Düş. X istiqamət. Ha, istiqamətində müsbət. Çox istiqamətdə. Yeniləşən. Yeniləşən. X ox istiqamətində yeniləşən. X ox istiqamətində olduğunu harada bildin? Hansı kənətdə? V. Vektorda necə asılıdır? Düz. Vektorda necə asılıdır? Vektorda necə asılıdır? Vektorun da asılıdır. Xətti. Biz deyək dedim, üstündə yazdım mən. Hardan başlayacaq? Müsbətdən mənfidən? Müsbətdən. Niyə? Müsbət deyil. Nə müsbət? B. V müsbət. Təzirlə müsbət deyil, yuxarı qalxır. Bas, o buyur. X istiqamətində necə də bərabər yavaşlayın. X ox istiqamətini hardan bilirsiniz? V-yə baxırsan, S var burada. V0. Hə, V sıfır, tam üzülürsən. V sıfır baxırsan. Bərabər yavaşan olduğunu hardan bilirsiniz? Biri müsbət deyil. Birim müsbət, birim mənfidir. Deməli, X ox istiqamətində necə hərəkət edir? Bərabər yavaşır. Necə asıldı? Vektordan? Kvadratı mənfidən var. Yox, xətti mənfidən başlayır. Xətti mənfidən başlayır. Burada kvadrat görürsən. Tərsdir. Hə? Tər. Burada bir sürətdə biri məxrəcdə olan nəsə görürsən. Xətti deməli mənfidən başlayır. Xəttidir. Xəttidir. Yəni, hardan başlayır? Müsbətdən aşağı. Müsbətdən başlayır. Beğenib, benim aslında. Çünki V sıfır müsbətsə, müsbətdən başlayacaq. Tərif ediyorum. Hansı istiqamətdə necə hərəkət edir? Necə? Düzəldir. Yeniləşən. Yeniləşən hərəkət. Niyə yavaşan edirsən? Yavaşan şərti nə idi? İki dənə. V0 nakil təcil müsbət. Bəli, biri mənfi, biri müsbət. Hər ikisi də. Burada hər ikisi mənfidir. Bir də iki dənə kəmətə baxırıq. Biri sürət idi, biri təcil idi. Burada hər ikisi mənfi olduğuna görə cisim necə hərəkət edəcək? Yeniləşən. X oxunun əksinə yeniləşən. Hardan başlayacaq? Niyə? Mənfidən başlayıb hara gedəcək? Mənfiyə gedəcək. Mənfidən başlayıb mənfiyə gedəcək. Təzir mənfidən. Hə, düzdür. Anlamışız. İkinci qrafda müsbətdən başlayıb mənfiyə gedəcək. Çünki təcil mənfidir. Dərdik. Yazılır, yazılır. Xaş edirəm, yazılır. Qaçırsınız, tələsmişsiniz ki, vaxtınız var bana. Buraya, buyur. Hansı istiqamətdəniz? X-ın əksi istiqamətdə yavaşlayır. Aferin. Əks, hardan bilirsən ki, soğun əksidir? Çünki verin qabaqda V mənfidir. Yavaşan hardan bilirsən? biri mənfi, Bir mənfi, bir müsbət. Hardan başlayacaq? mənfidən başlayıb müsbətə gedir. Mənfidən başlayacaq, müsbətə gedəcək. Bu qız bilir da, oxuyur da. Ən sadə əlini sizə saxladım. Aha, buyur Həsən. Buyur. Əksal, əl asan. Sıfırdan başlayacaq. Cisim necə hərəkət edir? Sakitdə.
sıfırdan başlayar, yeniləşən olur. Yeniləşən hansı istiqamətdə necə hərəkət edir? X oku istiqamətinə bərabər yeniləşən. Bəli, burada bir də Sadəcə istisna var. başlamaq. İstisna nədir? Bəzən qanundan qaydalardan kənara çıxırlar. Mən dediyim nədir? Deyirəm ki, sürətlə istiqamət deyəndə sürətə baxırıq, düzdür? Amma burada sürət yoxdur. Yəni başlanğıc sürət yoxdur. Yəni V0 yoxdursa V0 nədir? Sıfıra bərabər. Avtomatik V ilə T necə asılı sayılır? Məsələn, V ilə T necə asılıdır? Düz mütənasib asılıdır. Yaxşı. Düz mütənasibliyin qrafikini çəkirəm. Düz mütənasib. Bir də nəyə baxıram? A təzyiqdir. Təzyiq müsbətdir, mənfidir? Müsbətdir. Artıq burada mən təzyiqə baxacağam. Təzyiq müsbətdirsə, sürətdə müsbət kimi götürürəm. Hər ikisi müsbət olduğuna görə deyirəm ki, cisim X oku istiqamətində bərabər yeniləşən hərəkət edir. Yaxşı, V0 sıfıra bərabər. Yaxşı. Sözün növbə kimdə idi? Buyur. X oku əksinə bərabər X ok əksinə yenə bərabər yeniləşən. yeniləşən. Fərqi yoxdur. V onun özü aya baxır. V0 sıfıra bərabərdir. Aydındır. Bu iki dənə istisna xaricilidir. İndi yazır. Rahat yazır. Fransız mühendisliği yazmışsınız. Yazdıramsa, bakın tapşırıqlarınızı verirsiniz. Hocam cümle yapmışsın. Cümle axırlarda sinifdə biraz könüllü. Sıdarsın. 2-3 dənəsin. Sualım var. Sualım benim. Var, belə yazmaq lazımdır. Fərqə xanım. Bax, bura bax. Gözünü sürüz. Bax, mənə. Asıl. Görürsən, belə yazılır. Belə yazmışsan, hə. Sən belə görürsün. Yox, ona heç mən qrafikdə düşünsəm. Belə yapacağım. Baxın, sən necə yazırsan. Bax. Bax. Gör necə yazılır. Onlardan da şərait yoxdur. Gör necə yazılır. Qabağa verir. Hı? Qabağa verir. Yoxdur da, yoxdur. Baxan yoxdur yəni. Zor olub gedirəm. İndi qulaq asın ona. Təşək. Bir şey, görür.
Bilgilerini ölmüş, bilmemlerini sormuş. Yaxşı, bildiklərim hardan bilək ki, düzdür. Üzməni. Çağırmısan. Bəli. İndi mən həmin bir test üçün orada variantlar yoxlamalıyım. Deyəmək, bir çat çəkildən soruşur. Vermem. Stoplarına, məndə də problem yoxdur. Yox, böyle. Kasıb telefon zənglərini. Yadaşı yox. Vallahi. Selim, işin açtı. İki tane hərəkətin, daha doğrusu iki tane kəmiyyətin düstur qrafiklərini eyni vaxtda yazsın. Onların oxşar olduğunu görməyək. S nədir? Yer dəyişmə. Yer dəyişimi. Hansı hərəkətli yer dəyişimi? Hansı? Bərabər tərzinlər. Bunu fikir verin. Yaxlarım oradan başlamışdır, buradan başlamışdır. Qrafikdir. S bərabər V0 düz artıq kvadrat bölük. Yox, bildirməyə onu verirəm. Yəni, hərəkətin necə bir hərəkət edir, onun hansı bərabər tərzinin hansı növünə aiddir, o hansı istiqamətdədir o. X topu istiqamətinə Bəli. kvadratikdir. Hərəkəti təsvir edir deyəndə cisim hansı istiqamətdə necə hərəkət edir? X topu istiqamət nədir? Bərabər yeyinləşəndir. Yeyinləşəndir. Niyə yeyinləşəndir? Çünki A da B də müsbətdir. İstiqamətli nə təyin edir? V. V0 məqdər, V təyin edir. Yaxşı. S ilə T necə asılırlar? S ilə T Düz kvadrat. Düz kvadrat asılırlar. Necə? bayağını dedim saç. Hə, yox, asıllığı düz deyirsən. Mən onu demirəm. Sadəcə istiqamət və növünü demək lazımdır. Onu demirəm. S-in bir asıllığı necə olacaq? Kvadratik asıllığı. Tamam, ayrıldı burası. İndi yaxşı. İndi sən deyərsən. Sən tutma. Bəli. X topu istiqamətində yerləşən hərəkət. Avəsə. Yaxşı, X tələ necə asıldı? Topu da kvadratik olur. Kvadratik olası. Hardan başlayacaq? Sıfır. Sıfır. İstənilən yerdən başlayabilirim. Sıfırdan başlaya bilməz. Mənfidən də başlaya bilməz. Yəni, hardan başlamalı? Müsbət. X-dən başlamalıdır. X zaten X-dən başlayacaq. Bəli. Amma burada nə görürsünüz burada? X0. Düzdür. X0 olduğuna görə hardan başlayacaq? Müəyyən bir qiymətdən başlayacaq. Müəyyən bir qiymətdən başlayaraq necə artmağa başlayacaq? Kəskin artacaq. Niyə? Çünki X-dən T necə asıldı? Kvadratik asıldı. Eyni qrafikdir, eyni şey, heç bir fərqi yoxdur. Sadəcə biraz yuxarıdan başlayacaq. Gördünüz? Aydın oldu. Yaxşı. X bərabərdir. V0 T üstündə AT kvadratı bölünsün işini dərdi görün. Necə asıldı? Yəni sahtə deyəriz. Necə? Sahtə mən deyəriz. Aha, var. Kvadratik asıllı. Yox, hərəkətin təsvirini edək. Hərəkət necə? X topu istiqamətində bərabər yeyinləşən. Bəli, bərabər yeyinləşir. X T-də necə asılır? Kvadratik. Hardan başlayacaq? X-in istənilən qiymətini. Ya sıfırdan. Niyə? X V0'dır. Nə? X-də də yoxdur. X0 yoxdur. X0 başlanğıc qiymət, X0 yoxdur. Ona görə də qrafikimiz necə olacaq? Vaxt bu şəkildə. Tamam. Qəlbə. Yavaşlayan bir Birinci istiqamətindir. silah.
oxun əksi. Tamam. Yavaşlayandır. Nə? X ümumiyyətlə istiqaməti təyin edən kəmiyyət hansı kəmiyyət? Hansı kəmiyyət idi ki, o istiqaməti təyin edirdi? Sürət. Bəli, sürət. Sürətin istiqaməti Yəni, müsbətsə, deməli hansı istiqamətdə gedəcək? X istiqamətində necə hərəkət edəcək? Bərabər yeyinləşən. Yeyinləşən olduğunu hardan bilirsən? İşarət. Yoxsa burada mənfidə var axı. B ilə qalanda müsbətdir. Ay, sağ ol. Mən X-a baxmıram. Nəyə baxırdım? B ilə A-ya baxırdım. Düzdür, mənə lazım olan 2 dənə kəmiyyətdir. B və A kəmiyyətləridir. Mənə lazım deyil X-i, burası lazımdır. Yaxşı, necə asılıqdır? Düz kvadrat olan. Hı? Kvadrat. Bəli, quadratik asılıqdır. Hardan başlayır? Hardan başlayır? Sıfırlardan. Ona görə mənfi olmuşdur. Bəli, X0 sadəcə onun hardan başladığını bildirən kəmiyyətdir. Yavaşlayan, yeniləşən X istiqaməti, əks istiqamətin aidiyyəti yoxdur. Sadəcə, bəli, mənfidən başlayacaq, hara gedəcək? Müsbətə doğru gedəcək. Bax, bu qrafiklər üçün də mən yeni yerdə yazdım. Bunları bir dənə nümunə olaraq yazdım indi. Qalanlarını da yeni bir dənə üstün, bir dənə qrafik şəkildə yazdım. Deməli, baxırsınız, hər üçü necə asılsadır? Hər üçü necə asılsadır? Quadratik asılmadır. Niyə buradan başladı? Çünki X sıfır var. Sıfır müsbətdir ona görə. Buradan niyə başladı? Yoxdur. Buradan niyə başladı? Çünki Sıfır mənfidir. sıfır mənfidir. Bəs buradan niyə başladı? X sıfır Çünki o yoxdur. sıfırdan başlayır. Başlamış qiymətləri sıfırdan artmağa başlayır. Yaxşı. Mən yazarım, sizə deyirsiniz. Bizdən soruşuruz. Tamam, senden soracağım. Peki. Yeniləşən, yox, yavaşlayandır. Aslında. X oxu istiqamətində. Bəli. Uşaqlar, bir dənə də sizə deyim. Kvadratik. Bax, X oxu istiqaməti, düzdür. Oxlar hər ikisi harada çəkilir? Sıfırda. Müsbət tərəfdə. Deməli, müsbətdədirsə, müsbət. İstiqamət hara olacaq? Yuxarıya. X oxu istiqamətində. Müsbətdədirsə, hara olacaq? X oxu X istiqamətində. oxu istiqamətində. Yeniləşmə olanda hər ikisi artacaq. Yavaşın olanda bunun əksi olacaq, hər ikisi azalacaq. Yavaşın olanda biri artacaq, biri azalacaq, biri artacaq. O birisində də onun əksi olacaq. 2 şartılıq verir. 3 şart asılıq deyil, amma nəyə deyim, yavaşan, bərabər yavaşan hərəkət edir. Azalır, biri artıq bir azalmalıdır, bu tanımısıdır. Yaxşı, az fəndə görüm. Cisim hara necə hərəkət edir? X oxun əksi istiqamətdə. Mənfidən başlayır. Kvadratı. X oxun əks istiqamətdə necə hərəkət edir? Yeyinləşən. Eyni hərəkət edir. Mənfidən başlamır burada, zaten mənfi olur. Ne oldu? X oxun əksinə yeniləşən hərəkət edir. Rüqaya xanım. Rüqaya xanım neydi? Zeynəp. Zeynəp xanım, səbir olun. Yazasınız. Bax, X oxu istiqaməti, X oxun əks istiqamətini yazmadır. Özünüz artıq öz təyin edərsiniz deyə yazmadır. Burada nə qalır? Bir dənə sonuncusu qalır. S bərabərdir. Bərabər görün onu. Bunlar X oxuna əksi istiqamətdə bərabər yavaşlayan. Bəli. Dərk edirsiniz. X oxun əksi, X oxun əksi, X oxu istiqaməti, X oxu istiqaməti. X oxu istiqamətində olanlar hamısı yuxarıda oldu, sıfırdan yuxarıdan müsbət qiymət aldılar. X oxunun əksi olanlar isə hamısı aşağıda oldu. Aydındır. Sual var burada. Digərlərinin qrafiklərə eyni bax, burada nə görürsünüz? Bax, yavaşlayan hərəkət, X oxu istiqamətində yavaşlayan, X oxu əks istiqamətində yeniləşən, X oxunun əks istiqamətində yavaşlayan, X oxu istiqamətində yeniləşən.
Bax, görürsən ilk sox istiqamətində yerləşəndir. Hər üçü ilk sox istiqamətində yerləşən bir qayıtdır. Yaxşı. İndi bir dənə bunu yazıb, sözləri yazım. X bərabərdir, x0 üstə gəlsə v0 d0 at kvadratı bölünsün 2. Zeynəb oxu bunu. X oxu istiqamətinə bərabər yavaşlayan. İkinci. X oxu istiqamətinə bərabər yavaşlayan. Üçüncü. X oxu istiqamətinə bərabər yavaşlayan. Bəli, hər üçü eynidir. Buradan bir dənə çəkirəm. Bax, birinci hardan başlayacaq? Yox. İstənilən yerdən. Buradan. İkinci hardan başlayacaq? Sıfırdan. Üçüncü hardan başlayacaq? Mənfidən. Bir, iki, üç. Da bir, iki, üç. Evde qarşılayırız. Yaxşı, bunu da götürürüm. Davam edeyim. Yaxşı. Yəni sonucuna deyim, suallarımıza baxaq, beşinizdə. Hərfə başa düşürsən? Çətin deyil. Çətin deyil. Və başa düşürsən? İş bura. Ya, evdə eləmək lazım, var mənim. Evdə işləmək lazım. Asif? Tamam. Asif kim gəlir gəlsin? Siz üçünüzə deyirəm Asifə qarşıda. Siz üçünüz olmuyorsunuz. Yəni, 6 bazara üçün burada olun. Kim gəlir gəlsin, gəlmir gəlməsin özür bilər. Siz üçünüz soşman burada olun. 6 bazar. Sizdə də təbii ki, prosto ümumiyyətlə deyirəm, ola bilər. Siz xəstə olarsınız, tutarə gedərsiniz, nə bilim. Biz xəstə olacaq xəstəmiz deyirəm. Bəli. Sizə xəstə olmaq olmaz, tutarə getmək olmaz. Xəstə olacaq. Olmaz. Yox, yox. Atan bilməsən, valideyn bilməsən bir danışın. Bizə sən gəlmişdik. Bəli, onu qeyd eləmişəm. Asif, sən də. Öyle bir şey xəstə olmaz. Sərdilədiz. Pislərdir. Çox da pislər misin? Bilərsin, çox da. İstələmişdim. Yox, pisləməmişim, heç kim pisləməmişim. Bir dənə Məhəmməddən başqa heç kim pisləməmişim. İndi Məhəmmədlə yanaşı tərifə də gəlir, tərifə anlıq istəyəcəm özə. Sinə. Ne kadar olsun baş. Yox, yazsın. Hamısı yazma. Şiir var mı? Sonra burada yazma. Mən başa düşürəm, ola bilər bu məlumatda 5 dəfə yazmış ola bilərsiniz. Bu sizin göz yaddaşınızı inkişaf elətdirir, daha da yaxşı olur, daha da yaxşı yadınızda qalır. Aslında böyük ehtimalla siz bunları yazırsınız, depressiyada dəftərin üzrə açmırsınız.
Necə? Əzələrsiniz. Bəli. İndiyən cavabına bax. Münasib ədəbiyyat. Yazılar. Bilmem. Bir şey kalmadı. Bize suallara. Sualınız yoktu. Sen var suallar. Var da suallar. Var suallar. Çoklu suallar azdır. Xeyli sor. Beraber şərtlə sən xəbəri yoxdur. Yaxşı. Siyam var. Deməli, x-0 istiqamətində yazdım. Bərabər x0 çıxılsın və x0 t çıxılsın AT olaraq görürsün 2. Bunu oxusun. Müqayilə sonra tərəfə. Bunlar birinci dəfə keçirlər, bilmiyorsun, ona görə. Bu x-oxu əksinə bərabərlə yönləşir. Birincisi. İkincisi. İkincisi də x-oxu əksinə bərabərlə yönləşmə. X-oxu əksinə bərabərlə yönləşmə. Bəli. Tərəfini də sən bilirsin. Yazılan. Beraberle başlayalım. İstiqamət. İstiqamət x-oxun əksinə. Tamam. İkincisi de beraber başlayalım. O da x-oxun əksi istiqamətində. Üçüncüsü bu da. Bəli. Çözüm bunu. Asıl sorumuza bakalım. Test. Sizde 2 tane test var. Bir şey öğrendik tarzı. Ha? Şimdi çok önemli. Sizde bir tane de. Siz 2 bazı bir yerde oturabilirsiniz. Hasta değil. Ben işte buna bakalım. Haydi geldim. Haydi geldim. Güzel abi. Testin bakalım mı? Süper abi. Ben bunu özüme test aldım. Yaxşı. İlk olaraqdan baxan suallarımızı çıxış edebiliriz. Yaxşı. Görüşürüz. O düz gəlməzəm mənim üçün. Suala düz gəlməzəm. Hə, sən təzədən verir. Mən yoxum. Bunda var verərəm. Görmürəm. Bilmiyorum. İnsan kullanır. Sən verirsən, buradan baxarım. Hı. 35-ci sualdır. Burada 38-ci sual. 38. Kimdən sizə? Güzel. Mənə biz. Hemen geleyim. Öyle getmirsiniz. Fark yok. Sual yoxdur, sual yoxdur. Yaxşı, bir dənə sual vereyim. Görüm sualını Ne? Ahırlara getireyim. Niyə? Yapmaya gelmiyor.
Yaxşı. Onda da aslında 2 dənə qoyuyorum. 8. Sual bir içine. 2 dənə sual verin. Ne oldu? Eyni 2 sürət. dənə. Ne oldu? Eyni sürətlə hərəkət edən ikisindən biri A nöqtəsindən B nöqtəsinə yarımçəvrə boyunca T1 müddətinin, digərisi AB nöqtəsi boyunca T2 müddətinə gəlir. T1 bölü T2 müddətinə nisbətini hesablayın. Deməli, tam çevrə 2P-dir. 2 dənə sualınızsa 2 dənə sualına baxırıq, gedirsin. 38-ci sualda uşaqlar, bəlkə sizin də sualınız varsa cavab. Deyir, o x oxu üzrə hərəkət edən cisimlərin... 38 mən çıxıyorum. Hədə, yəni köhnədə 38-dir. O x oxu üzrə hərəkət edən cisimlərin hərəkət təhlükələri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən kiçikdir. Baxın, yer dəyişmənin modulu ən kiçik olması üçün müstəqil bərabər sürətlər şərtdə koordinatın düsturunu verir. Düzdür. Və yaxud həsəb edir ki, özü demək, həsən özü. VT-nin yerinə mən dedim, S yaza bilərəm, düzdür. Niyə elə dedim? Çünki S bərabər də VT-yə də, bəli, bir uzun T. Yəni, bu yerdə S yaza bilərsin. Deməli, sənin sürətin nə qədər böyük olmalıdır ki, yer dəyişmə də o qədər böyük olsun da. Çünki sürət artdıqca yer dəyişmə də artmaz. Yəni, nə qədər çox sürətli hərəkət edəsən, o qədər çox yol edəsən, hərəkət edəsən. O variantı olsun. Deyir, modulun ən kiçik olması, yəni yer dəyişmənin ən kiçik olması üçün sürətin ən kiçik olması lazımdır. Sürətin ən kiçik qiyməti haradadır? B variantı. Hansı? D variantı. B variantı? B, T qabağındakı. B. B variantı, bəli. Bəli, T-nin qarşısında 1-dir. Mən lazımdır ən kiçik olması üçün. Başqa sual? 42. Burada 42-dir, burada 43-dür. Deyir, cismin 20 saniyə müddətindəki getdiyi yol 10 saniyə müddətindəki getdiyi yoldan nə qədər çoxdur? Yəni, S bərabər də BT düsturunu hesablayırıq. Birincisi sən bilməlisən ki, bəli. Sən birinci bilməlisən 20 saniyə nə qədər yol gedir? V-miz 4-dür, T-miz də 20-dir. Yəni, T-miz 20-dir, T2 nə qədərir? 80. Hə, T2 10. 10-dir. Və birin 10 götürək.